Bu oğlanın adı Elcandır. Elcan 5 yaşı var. 3 ildir sağ qulağının arxasında irin axan bir dəlik var idi. Və bununla yanaşı keçməyin baş ağrıları var idi. Elcan bir neçə mərkəzdə olub, müəyyən müalicələr yazılıb, dəyərləndirmələr aparılıb, əməliyyatın mürəkkəbliyi, riskləri göz önünə alınaraq, bu risklərdən müəyyən qədər təbii ki, çəkinilərək kömək edə bilməmişdilər xəstəyə, əməliyyatını icra edə bilməmişdilər. Biz 2 ay əvvəl Elcanın əməliyyatını icra etdik. Əməliyyatını komanda şəklində əməliyyata girdik. Professor Əlizavət Alışınski, mən və uzman doktor Əli Əliyev. Burada Elcanın əməliyyatında olan risk nədən ibarət idi? Sağ qulağında olan həmin bu proses, bu dəlik dərinin üzərində görülsə də, dəri üzərindəki bir fistula deyildi. Bu, gicgah sümüyünə doğru gedən xroniki bir iltihab prosesi idi və gicgah sümüyündən də üst siniri keçir, üst hissəsində beyin toxuması var. Üst siniri uşaq yaşlarda xüsusən daha səthi keçir gicgah sümüyündən. Ona görə bu əməliyyat zamanı bu risklər var. Amma bizim əməliyyatımız çox yaxşı yekunlaşdı. Artıq Elcan başı ağrımır və qulağının arxası da sağ olun. Bu hissədə artıq əvvəlki görülən xroniki fistula yoxdur. Artıq həmin fistula aradan qalxıb, yeri tam sağlıb. Təbii ki, bu cür xəstəliklər əməliyyatından sonra sarğı dönəmi də uzun olur. Və Elcan bu dönəmi çox yaxşı keçirdi. Bu müddəti sarğılara düzgün şəkildə gəldi. Hər həftə və artıq 2 ay yekunlaşdı sarğısı.